Yer altında baş verən hər bir təkan burada Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosunda qeydə alınır. Müxtəlif stansiyalardan gələn məlumatlar məhz bu mərkəzdə təhlil edilir. Bura ölkə ərazisində zəlzələlərin tədqiqatı və öyrənilməsi ilə məşğul olan yeganə mərkəzdir. Seysmoloji, geofiziki, geokimyəvi və geodinamik kompleks tədqiqatlar ən müasir peyk rabitəsi ilə işləyən seysmik stansiyalar şəbəkəsi vasitəsilə aparılır. Hazırda Respublika Seysmoloji Xidmət Mərkəzinin ölkə üzrə 84 seysmik stansiyası fəaliyyət göstərir. Dünyada ilk dəfə Azərbaycanda palçıq vulkanlarının ətrafında 12 seysmik stansiya quraşdırılıb. Bu stansiyalar vasitəsilə palçıq vulkanlarının dinamikası öyrənilir. Seysmik stansiyadan gələn məlumatlar peyk vasitəsilə Delta Telekoma, Delta Telekomdan isə Zəlzələlərin Tədqiqatı Bürosuna daxil olur. Data Center real-time prosesləri və məlumatların emalı üçün 8 Mac Pro üzərində qurulmuş Antilop 5.15 versiyasından istifadə edilir. Bu monitorlarda ölkənin müxtəlif bölgələrindən gələn siqnallar toplanır. Cəmi bir neçə dəqiqə ərzində zəlzələnin harda, hansı dərinlikdə və hansı gücdə baş verdiyi müəyyən edilir. Büroda hər bir istifadəçi üçün ayrı-ayrılıqda deməli pəncərələr açılır. Diblok pəncərəsi, dalğa yazısı və xəritələr açılır. Büroda deməli yerli, yaxın, uzaq zəlzələ sürüşmələr, partlayışlar, vulkanlar emal edilir və analiz olunur. Belə ki, hər bir zəlzələdən sonra zəlzələnin baş vermə anı, tarixi, en dairəsi, uzunluq dairəsi, yəni zəlzələnin epicentri, dərinliyi və magnitudası qeydə alınır. Əldə edilən məlumatlardan təkcə istehsalat məqsədi ilə deyil, elmi tədqiqat araşdırmaları zamanı da istifadə olunur. Mərkəz 30-a yaxın xarici ölkənin seysmoloji qurumları ilə əməkdaşlıq edir. 4 seysmik stansiyadan gələn məlumatların yazısını görürsünüz. Mikroseysmlərlə, yerin altında baş verən mikroseysmləri izləyirik. Belə ki, Türkiyə, Gürcüstanla da bizim məlumatlar mübadiləsi həyata keçirilir. Zəlzələləri əvvəlcədən proqnozlaşdırmaq mümkün deyil, lakin onları izləməklə təhlükələri minimuma endirmək mümkündür. Röya Salmanova, Nail Şahbazov, Telesəhər.